Uşaqdan uşağa olan valideynlərin nəzərinə övladınız sünnət olunub, amma görsənmir, knopka şəklindədir və ya da çox kiçikdir. Bu hal bəlkə də sünnətlik deyil, cərrahi patologiyadır. Biz artıq neçə illərdir bu işlərlə məşğuluq və bu patologiyanın səbəbini tam olaraq sizə izah edə bilərik. Deməli, uşaqlarda batıq penis varsa, bu necə görünür? Sünnət olunan uşaqlarda dəriyə baxdıqda qırışmış vəziyyətdə və içi boş şəkildə görsənir və valideynlər düşünürlər ki, ölçüsü balacadır, amma əslində bu deyil. Sünnət olunan uşaqlarda isə knopka şəklində çox kiçik bir ölçüdə penis görsənir. Bu tip uşaqlar standa sünnət olunmalı deyil, onlar xüsusi bir əməliyyatla icra edilməlidir. Əməliyyat sertifikatında həm sünnət, həm də ki, belə deyək, həmin penis korreksiya olunmalıdır. Hal-hazırdakı pasiyentimiz 10 yaşı var, yanlış olaraq gözlüyün böyüsün deyiblər. Artıq uşaq çox, belə deyək, yaşına görə çox böyükdür və əməliyyatlara başlayırıq. Biz həm penisi qısas edib çölə çıxaracaq və eyni zamanda sünnət edəcək. Deməli, yanlış olaraq uşağı gelişdiriblər. 10 yaşı çox gecikmiş yaş sayılır. Bu əməliyyatın yaşı 1 yaşlarından 3 yaş arasındadır. Ən yaxşı vaxt bu yaşdır. Gözlüklər ki, deyiblər ki, gözün böyüsün cələcək və uşaq böyüyür. Heç bir dəyişiklik yoxdur. Bakın, gördüyünüz kimi penisa baxırıq. Penis qırışlaşmış vəziyyətdədir. Əlimiz sənə yox, və dəri içi bomboşdur. Amma valideynlər düşünür ki, kiçik penis amma tam əksdir. Bax, penis uşaqlarında penis ölçüsü normal olur, sadəcə içəridə gizlənmiş şəkildə olur. Bu uşaqda da biz penisi əlimizlə basdıqda penisin tam normal ölçüsü olduğunu görürük. Sadəcə olaraq bu uşaqlar sünnət olanda kiçik mikro penis görsənir və yanlış olaraq düşüncələr ki, işte amma tam əksinə. Bu uşaqları əməliyyatla penisin qısası çöldə saxladıqda tam normal görünüşündə olur və gələcək həyatlarına normal davam edə bilirlər. Əməliyyatımız yekunlaşdı. Bakın, əməliyyatdan sonra penis tam çöldə qalır. Yəni, o bayaq görsələr kiçik penis, indi əməli başlayır, yəni bir penis formasındadır və yekun.